Goranboy rayonunun Nərimanlı kəndinin salınma tarixi 1918-ci illərə təsadüf edir. Bir əsrdən çoxdur mövcud olan bu kəndin qaz xətlərinin də yaşı az deyil. Demək olar ki, 50 ilə çatır. Bu da qaz xətlərinin yenilənməsini labüd edir ki, Sokarın Azərqaz İstehsalat Birliyi tərəfindən bu proses həyata keçirilir. Proqrama əsasən bu kənddə müxtəlif diametrli borulardan 4500 pagonometra qaz xətlərinin yenisiylə əvəzləşdirilməsi planda nəzərdə tutulmuşdur. Bu günə qədər həmən nəzərdə tutulmuş 4500 pagonometra borunun 3500 pagonometra borusu artıq çəkilib hazırdır. Yerdə qalan hissəsində də hal-hazırda gördüyümüz kimi qızğın iş gedir. Yəqin ki, üzümüzə gələn aya qədər yerdə qalan həmən 1000 metranda çəkib təhvil verəcəyik. Ondan sonra biz boruların 2 dəfə, yəni bir dəfə antipas ilə, bir dəfə də parlaq boya ilə rəhlənməsini həyata keçiririk. Dirəklərin dibinin betonlanması işlərini aparırıq. Qeyd edək ki, Goranboy rayonunun Nərimanlı kəndində təxminən 250 abonent mövcuddur.